Bütün məni izləyən hər kəsi salamlayıram. Bugünə qədər takib atmamısınızsa, takib atın. Videonu axıra qədər izləyin. Bugün ən çox suallar vermişsiniz ki, siz o qədər coinsi necə qazanmışsınız, zeyfəri necə qazanırsınız. Mən bunu alt videolarda bir neçə dəfə göstərmişəm. Sadəcə olaraq ola bilər ki, yenə də yaddan çıxıbsa, bilmirsinizsə deyim. Ən birinci eləməli olduğunuz şey, aktivitelərə daxil olursunuz. Baxın, bu gündəlikdir. Burada bax, missiyalar verir bizə. Burada yazıb ki, hər hansı bir modda 10 qol at. Məsələn, qarşı ataka daxil olursunuz, 10 qolu tamamlayırsınız. 60 səfər buradan gəlir. Burada deyir ki, bizə top buraxmadan 3 maç qazan gün ərzində. Və siz bunları bitirirsiniz. Buradan həm sizə 300 cəfər gəlir hər gün. Və bundan əlavə də 300 cəfərdən də əlavə gördüyünüz kimi burada bir dənə reklama baxmışam. 60-da o verir. Gün ərzində buradan minimum 400 cəfər götürmüş olursunuz. 400 cəfər də 10 günə artıq 4000, 12000 cəfər siz 10 dəqiqə ərzində bunu elə bil ki tamamlamış olursunuz. Sonra həftənin 4-cü günündən 4-cü günə, 4-cü gündən 4-cü günə hər hansı bir klanda olmalısınız. Baxın, hal-hazırda Azərbaycanın bir nömrəli klanındayıq. Buradan gördüyünüz kimi 10.000 cəfər gəlir. Bunu da 4 həftəyə vuranda 40.000 cəfər edir. Bu artıq edir 52.000 cəfər. Və bundan əlavə siz burada oyunlarınızı oynamalısınız ki, hər həftə. Və burada da birinci yeri qazanmaq lazımdır ki, qalibiyyətə görə. Sizə buradan daha çox cəfər versiniz. Bax, mən hal-hazırda 1500 cəfər buradan gələcək və təkə-təkdən. Və burada çempion üst səviyyədə olmalısınız. 3500-də cəfər mən buradan gətirəcəm 5000 və texnik direktor modundan da 1500. 6500 cəfər də bax bu gördüyünüz oyunlardan olacaq. Bundan ötürü nə etmək lazımdır? Baxın, yenə deyirəm. Gündəlik qarşı atakı 5 oyun oynayın. Təkə-təki 5 oyun oynayın. Texnik direktor modu 5 oyun oynayın. Bu həm də liqa üçün sizə puanlar verəcək. Liqa üçün deməli puanlara daxil olmaq üçün necə bilirsiniz ki, siz artıq missiyanı bitirmiş olursunuz. Ödüllər bölümünə daxil olursunuz. Buradan 3 xətti seçirsiniz. Buradan aktivite puanını seçirik. Bu həftə ərzində hər birinci həftə 450 xal qarşı ataqda yazılır. İkinci həftədən yenə də 450, üçüncü həftədə 450. Mən hal-hazırda 2 həftəni bitirmişəm, axırıncı həftələr qalıb. Baxın, təkə-təkdə gördüyünüz kimi 3000-dən çox xalım var. Bu 900 xaldır. Texnik direktor moduda hər həftə 450 xaldır. Sonra reklamları izləyirsiniz. Buradan sadələşdirilmiş oyuncuları alırsınız. 14 milyon 200 mindən. İndi ona da keçid alacaq. Və daxil olursunuz buradan canlı etkinliklərə. Buradan görən modunu fərq eləmir. Bax, cəfəri görürsünüzmü? Buradan 100-dür. Aciza bu 100 cəfər sizə az gələ bilər. Bir ay ərzində artıq 3000 cəfər buradan gələcək. Sonra görən modundan gördüyünüz kimi. Bax, hər həftə. Hər həftənin 6 bazar günü heç nə eləmədən. Deməli, bax, göstərək. Heç nə eləmədən. 15 milyon. 6 bazar günü 30 milyon coins qazanırsınız buradan. 4 həftəyə də bu 120 milyon coins edir. Və 4-cü günü nə edirsiniz hər həftənin 4-cü günü? Daxil olursunuz bazara. Kluba daxil olandan sonra bir çoxunuz burada bazar yeri dəyişdiyinə görə bilmirsiniz. Buradan klub yerimizə daxil olursunuz. Buradan bazar düyməsini seçirsiniz. Bazar düyməsində baxın, mən burada oyuncular almışam ki, görəsiz. Bax, həftənin 4-cü günü 14 milyon 200 mindən almışam. 97 plus oyuncular
14 milyon 200 mindən bazardan istədiyiniz qədər ala bilirsiniz. Həftənin 4-cü günü. Buradan biz nə edirik? Oyunçularımızı alırıq və oyunçular bölümünə daxil oluruq. Buradan oyunçular bölümünə daxil olanda buradan görürsünüz ki, yenə də 14 milyon 200 mindən istəyirlər. Bu 105 kart olduğuna görə, məsələn, bax 14 milyon 200 minin üstünə vurun. Mən buna hal-hazırda 4 dənə təklif elədim. Bax, buna daxil olursunuz. Artıq bunu 14 milyon 200 minə ala bilmirsiniz. Niyə görə? Artıq bunun qiyməti qalxıb. Bunun qiyməti qalxdığına görə kimsə belə bir səhv eləyib bu oyuncunu alıb əlavə ziyana düşməsin. Həftənin, bax, yenə deyirəm, 4-cü günü 97 plus oyunçuların qiymətləri. Burada görürsünüz, hal-hazırda bax 14 milyon 200 mindir. Məsələn, artıq gecikmişsiniz, həftənin 6-cı günüdür. Bugün bu videonu bazar günü çəkirəm. Deməli, daxil olursunuz buradan 14 milyon 200 minin üstünə. Burada bunu 3 rəqəmi, 14 yadda qalır. Buradan 3-ünü seçirsiniz. Buradan bax göstəriş verirəm. Məsələn, 5 dənə təklif edirsiniz bu oyuncuya. 5 dənə. Sonra onun ardıncan başqa bir oyuncuya. Gördüyünüz kimi yenə də 265 nəfər istəyir. Mən nümunə göstərdim ki, biləsiz. Mən bunları həftənin 4-cü günü aldığıma görə, buna görə məndə kifayət qədər artıq oyuncular var. Bax, bu daxil olmağında axtarış bölümündə necə edəcəksiniz? Axtarış düyməsini seçəcəksiniz. Buradan, misal üçün 97, buradan da qoyacaqsınız 90, bax, 98 məsələn. Və buradan proqram seçəcəksiniz, ikon. Və daxil olacaqsınız axtarış bölümünə. Burada görəcəksiniz ki, bax, ən çox oyuncular deyim sizə. Bax, Daqlaşın kartıdır, Hacıdır, Ballaqdır, Del Pioro'dur. Və gedib 14 milyon 200 milyon. Çaşıb buradan kakanı 45 milyona almayın. 14 milyon 200 mindən yuxarı oyuncular almayın ki, hər birinin üstündən 800 min coins qazana bilərsiniz. Və gəlib daxil olacaqsınız bura. Buradan takas bölümündən jeton yeri var. Jeton yerini seçəndən sonra buradan da mən sizə yenə də göstərəcəm. 97 plus oyuncular qoyacağam ki, 97 plus qoydum ki, oyuncular gəlsin. Baxın, hərəsindən bir dənə saxlamışam. Bax, bugün mən nə edəcəm? Buradan aldığım oyuncuların 13 ədədin sayın, istəyirsiniz sayaq. Bax, 2, 4, 6, 10, 13. 195 milyon edir. Hər birinin üstündən 800 min mən coins qazanmış oluram. Və bunu da daxil olduq. Bunları da götürdük. Məndə hal-hazırda 1 milyarddan çox coins var. Bax, yatırımda 18 milyon 500 milyon coinsimiz var. Bu 19 milyondan çoxdur hal-hazırda bazardakı oyuncularından əlavə. Sonra görəv modlarını oynayırsınız. Bax, mağaza bölümünü seçirsiniz. Buradan points və cəfər yerinə daxil olursunuz. Buradan cəfərləri seçirsiniz. Bax, burada gündə 3 dənə reklama baxırsınız. Bunlar da hal-hazırda 300 edir gün ərzində. 300 cəfər. Bir aya vuranda 9000 cəfərdən buradan qazanırsınız. Və ondan əlavə ulduz biletində tamamlamaq lazımdır ki, ulduz biletində baxın, bu sizə az görünə bilər. Yəni, bunların hamısı üst-üstə vuranda 2000, 3000 cəfər eləyir. Və bundan əlavə futbol mərkəzində də Premier Liga olmalıdır. Premier Liga, indi gələndə onu da oynamaq lazımdır ki, buradan da mən Liverpool seçirəm. Hal-hazırda görəv başlamayıb. 400 cəfərdə oradan qazana bilirsiniz. Yəni, bu qədər sadədir. Sadəcə olaraq bunları oyuncu gələndə tez bir şəkildə xərcləmək lazım deyil. Etkinliyə daxil olanda hal-hazırda, belə deyək də sizə, mənim 70 minə yaxın cəfərim var. Mən bir dənə, deməli, xal yığıb oyuncularımı götürdüm. Bunu necə bacardım? Bu Şimexeli götürdük biz qapçını bu etkinlikdə. Hal-hazırda da kadromuz oldu 118 gen. Oyuna 1 manat xərcləmədən 118 gen olmuşuq. Və bunun üçün nə etmək lazımdır? Siz ən birinci etkinliyə girəndə minimum 70 min cəfərlə girməlisiniz. Və burada
Məsələn, məntiqli paketlər gəlir. Buradan 22.500-ə siz buradan baxırsınız. Bax, bir dənə nəqdi hal-hazırda 109, 108, 107 oyunçular verir. Buradan sizə daha yaxşı paketlər də gəlir. Bax, 30 minlik paket, 22.500'lük paketlər. Hesablamanı aparmadan etkinliyə daxil olmayın. Bax, neçə idi o kartların? 109 30 verir, 110 60 verir, 111. Bunların hesablamasını aparırsınız, sonra paketləri açırsınız. Məndə artıqlaması ilə, yəni hal-hazırda qalıb və etkinlik başlayan kimi 28 günlük gəlir demək olar çox etkinliyimiz. Və bu 10 xallar, parçalıqlar 280 xal eləyir. Siz bunları hər gün bitirməlisiniz ki, 280 xalı götürəsiniz. Və bundan əlavə etkinlik bölümündən artıq 4 gündən sonra yeni etkinliyimiz gələcək. Bugünə qədər eləməmsinizsə artıq gecikmisiniz. Və buradan da biz xallar götürmüşük də, yəni baxın 105, 108 və burada axırda bizə 120'lik xal verdi. Bunları hesablayırsınız. Ümumilikdə oyun bizə sizə deyimdə 500 xala qədər paket açmadan siz xal götürmüş olursunuz və ondan sonra da 3000'lik paketləri, yəni təsadüfi atmaq lazımdır artıq. Məntiqli paket. Yığın, saxlayın. 3000 atmaqdansa burada satılmaz paketlərdən məsələn 109, 113 amma hesablayın, sonra açın. Buradan mən artıq 30 xal, 108 orada artıq yəqin ki 10 xal idi, 108'ə qədər oyuncular nəqdi garanti alın, sonra burada hal-hazırda 70 xal var. Bax, 22.000'lik paketdə 5 xaldan da hesablayanda 90 xal eləyir. 95 xal. 95 xal 22.500-ə. 3000'lik paketdəki xaldakı 10 xal verir. Baxın, 108, 113 10 xal verirdi. Məntiqlə yenə deyirəm, çıxa da bilər, çıxmaya da bilər və 4 həftəni həmişə gözləyin. Bu 4 həftəni gözləməsəz, tələssəz, artıq yaxşı bir oyuncu gələndə tələsmiş olacaqsınız. Çalışın həmişə ikon oyuncular alın. İkon oyuncular, yəni bir çox təzə başlayanlar üçün də çəkirəm, bilməyənlər var yenə də. Bax, həftə 1 gəlir məsələn, tez bazar gedib buradan 200 xal yığıb, 450 xal yığıb. Bu oyuncuların heç birini almayın. Bunlar yəni həftəlik oyunculardır. Bunlarla yəni ancaq başınızı qata bilərsiniz. Baxın, oyunculara da diqqət edin. Ayaqlarına mütləq şəkildə baxın. İkinci həftə. Hələ də almamışsınızsa, qoy mən sizə birinci həftənin ala biləcəyiniz oyuncuları deyim. Mərkəzdə, əgər sizdə Mo yoxdursa, Cruyff'u götürə bilərsiniz. Stoperlərdən Cellenini götürə bilərsiniz. Buradan Van Persie artıq zəif durur. Van Persie'nin yəni driblingi zəif olduğuna görə, top sürməsi zəif olduğuna görə məcburiyyətdən yeni başlayanlar yəni götürə bilər Van Persie'ni. Artıq köhnədən oynamış oyuncular götürə bilməz. Sonra Jorginho'nun bu kartı boyu balacadır, sürəti var, ayağı yəni 4-5'dir. Oynada bilirsinizsə götürün. Oynada bilməyən, ilk dəfə oynada bilməyən oyuncular almasın. Yəni peşmançılıq hissi çəkəcəklər. Sonra məndə qapıcı olmadığına görə mən Schmeicheli götürdüm. Məndə yəni həmişə Van der Sar olur. Mərkəzdə Mo Gullit hücuma meyilli oyuncudur. Bu yəni ancaq çox sürətli hücumda oynamaq istəyənlər götürə bilər. Nesta yəni 800 xaldı. İmkan varsa elə Cellenini götürün. Çünki burada fiziki təmasda baxmışdıq. Fərqləri var bir balaca da olsa. Balaca boy oyuncular. Bax, burada gəlib yenə də deyirəm. Deyirsiniz ki, bu oyuncu necədir? Əgər siz nə vaxtsa sentralnidə balaca boy oyuncunu işlədə bilirsinizsə, işlədin. Balaca boy oyuncu işlədə bilmirsinizsə, işlətməyin. Bax, bunu da götürə bilərsiniz. Yəni, əgər hücumçunuz yoxdursa, bu həftədə yəni sentralni mənim ürəyimcə istəyən sentralni gəlmədi ki, biz onu götürək. Və ondan əlavə Hazard'ın kartıdır. Yenə deyirəm, əgər balaca boy oyuncu işlədirsinizsə götürün. Sağ bekiniz yoxdursa Kafunu götürə bilərsiniz buradan. Beckham da hücuma meyilli oyuncudur. Fellainiyə baxaq. Fellainidə burada bəcərisi 3 dəyər, yenə də bacarığınız varsa göndərin. Həmişə 4 həftəni gözləyin. 4 həftəni gözləyin ki, oyuncular tam gəlsin sonra. Bax, Kvaratskhelia kartı sol krayda çox sürətli gəlib.
Əgər yenə də deyirəm, sol krayınız yoxdursa, bunu götürə bilərsiniz. Son əgər varsa, sonla zamin edə bilərsiniz və yaxud Mbappe ilə. Şvanştagerdir, hücuma meyillidir. Yenə bu oyunçular defans gördüyünüz kimi. Yəni bu boyda kartın böyüklüyü sizin burada, yəni bu ancaq zərbə oyunçusudur, pas oyunçusudur gördüyünüz kimi. Bunun defansı çox azdır. Sonra Hamsikdir mərkəzdə Mo. Əgər mərkəz Mo'vuz yoxdursa, neçə xala gəlib? 1000 xala. Yəni bunu da götürə bilərsiniz. Bir çox oyunçularımız oynada bilir. Sakrayda yenə də təzə başlayanlar və yaxud bu da baxaq, sürətli bir oyunçu gətiriblər. 4 bəcəri ilə ikinci sayını buraxa bilərsiniz. 800 xala normal oyunçudur. Rice'ın kartıdır. 5-3. Bax, mən çalışıram ki, yüksək alım. Çalışma oranı defansif yazılan var. Yüksək alasınız. Rice'ın bu kartını əgər sizdə sol bek Hernandez varsa dəyişməyə ehtiyac yoxdur. Qapıcı Dexeyanı 800 xala gətiriblər. Boy 1.92, 2.5'dir. Yəni mən bunu Şimixeldən zəif bildiyimə görə, yəni bunu məsləhət görmürəm. Yenə də deyirəm, sevən oyunçular var, fanatlar var, ala bilərlər. Yəni bu qədər rahatdır. Hesablama, yəni yenə deyirəm, 40.000 cəfər liqadan gələn xaldadır. 40.000 cəfər. 40.000 cəfər. Və bayaq da xatırlamanı eləyək. Qarşı atak təkə-tək texnik direktor modundan hər həftə sizə 6500 cəfər gəlir. 13.000. 2 həftəyə o da 13.000. 26.000. Liqa xalı ilə birlikdə artıq 76.000 cəfər buradan saydıq. 76.000 cəfər. Və buradan bu 300 cəfərlər də vuranda 9.000 cəfər eləyir bir aya. Bu artıq eləyir 85.000 və burada olan ən azından bu da bir 10.000'ə yaxın eləyir. Bu cəfərlə də bir 10.000'ə yaxın eləyir. 86.000'dən çox yuxarı elədi artıq. Görəv modlarından. Yəni bunlar hamısı ən bir xırda detalı keçəndə ki, mən bugün oynamayayım, sabah oynamayayım, birisi gün oynamayayım. Yəni bunlar, yəni hər biri sayılır. Bax 100 cəfəri də vuranda bir aya 3000 cəfər buradan eləyir. Bu görəv modu 6 bazar günü gəlir. Bunu mütləq yadınızdan çıxartmayın. Sonra yeni etkinlik gəlib bura baxaq. Buradan da sizə nə qədər cəfər verir? 400 cəfər verir buradan və konferansdan gəlib 300 cəfər verir buradan və etkinlikdə olan xallar gəlir. Mən bir daha burada izləmə kampına daxil olaq. Burada mən hal-hazırda kapitanlar ayla oynayıram. Sastavı da göstərim sizə hesabı. Bax, hesabı bu şəkildə qurun, oynayın. Buradan mütləq şəkildə bu 200 xalları götürün və takas bölümündə oyuncu takasını seçirsiniz. Buradan 80-98'lik adi bir paket var. 10 minlik oyuncu verirsiniz və bunun əvəzində sizə 80 plus kart verir. Baxın. Məsələn 3 milyon qazandıq. 500 milyondan çox coins qazanmış olursunuz. Bax, yenə deyirəm, paket açmadan və satıla bilən paket var burada. Satıla bilən paket nədir? Əgər siz coins qazanmaq istəyirsinizsə, aylarla yığmaq istəyirsinizsə, ən iyi etkinlikləri seçirsiniz. 1500'lik paket var. Baxın burada. Bu satıla bilən bir paketdir. Buradan yəni siz garanti 15 milyon qazanmış olursunuz. Garanti. Yanında bir 15 milyonluq da çıxa bilər. 1 milyardlıq da kart çıxa bilər. Tamamilə bu bir şansa bir bağlıdır. 1% burada şansınız var. Və ücretsiz paketləri mütləq açın. Baxın, yəni heç nə eləmədən giriş daxil elədin. Buradan artıq bunu qazanmış oldun. Ən azından Antermana gedən bir xaldır. Burada satıla bilən paketlərdir bunlar. 7500'lik paketdir. 12.000'lik paketdir. Yenə də məsləhət görmürəm, yəni bu paketləri açmağa. Satıla bilən paketləri çalışan elə 1500'lik açın. 2250 paketi də yoxlaya bilərsiniz. Tamamilə şansa bağlı bir şeydir. Satıla bilən paketlər üstünə satıla bilməz sözü yazılmır. Satıla bilməyən sözlərin üstünə hamısı satılmaz yazılır. Görürsünüz bu paketlər, bu oyuncuların heç birini siz sata bilmirsiniz. Heç cür.
Yalnız və yalnız satıla bilən paketlərdən istifadə edin. Sonra sizə bir şey də göstərək. Bax, hal-hazırda coins qazanmaq istəyirsinizsə, biraz düzdür gecikmiş olarsınız. Yenə də əgər kiminsə ehtiyacı varsa, yenə də mən göstərim. Burada keçən həftələrdə baxın 109 Nuno Mendes'in kartı var idi sol bekdə. Bunlar bir dənə sıfırlayaq. 109. Buradan da 109 seçək. Və buradan pozisiyadan sol bek seçirik. Və buradan axtarışa veririk. O Nuno Mendes'in kartını görürsünüz hal-hazırda. Burada 109'luğun qiyməti qalxıb. Buradan siz bir səviyyə aşağısına 93 milyona Nuno Mendes'in kartını alırsınız. Artıq 120 xalda buradan qabağa düşürsünüz və bunu gəlirsiniz 445 milyona satırsınız. Buradan sizin hal-hazırki qazancınız qoy hesablayaq 93 milyon 445 milyon da buradadır. Bunun da 45 milyonu vergidir. Yadınızda saxlayın. Hər 100 milyondan 10 milyon buradan sizdə komissiya haqqı tutulur. Deməli, bu biz sizə hal-hazırdakı qazancınız buradan 300 milyondan çox eləyir. Əgər vacib coins lazımdırsa, bunu eləyə bilərsiniz. Və takas bölümündən hər həftən yaddan çıxartmadığınız dərəcə yüksəltmə daxil olandan sonra burada gördüyünüz kimi 100 sizdən nə istəyir? Xal dəyişməyi necə edirsiniz? Burada 2 dənə satılan oyuncu seçirsiniz və bunun arxasında da satılmaz oyuncularımız var. Bax, görəcəksiniz, bunların heç biri satılmır. Mən məsələn buradan hal-hazırda tutaq ki, mənə lazım olmayan kart artıq Van der Sar'ın 102 kartı 100 kartıdır. Bunlar bizə lazım olmayan bir kartlardır. Bax, burada nə edəcəyik? Sokrates seçəcəyik, məsələn. Kuytu seçəcəyik və Kraut seçəcəm. Artıq görürsünüz 468 xal eləyir və buradan gəlirəm, buradan Zidane'ın kartını seçirəm 99'luq. Və bunu bu şəkildə istifadə edirik, gedir. 100 xal buradan gəlir və yenə də nə edirik? Satıla bilən 2 dənə oyuncu seçirəm. Satıla bilməyən oyuncularınız çox varsa, yenə də eləyə bilərsiniz. Buradan Sanchez'i seçirəm. Onun ardından Şuker'in kartını seçdik. Carlos Puyol'u seçirik. 465. Buradan da gündə, hər həftə 200 xal buradan gəlir. İzləmə kampından gəlir. Dərəcə artırmaq üçün o xal mütləq şəkildə sizə lazımdır ki, siz sabahları oyuncu artırmaq istəsəz, məsələn, Kanunun kartıdır, tutaq ki. Demirəm, bunu artırın. Görək nə qədər xalımız var. 510 xalımız var. Çünki Şimexer bütün bizim kartlarımızı aparıb bu hesabla, bu bizim qarşı atak oynadığımız hesabdır. Çalışın, məsələn, burada qarşı atakda biraz işləri koruyur. Vieira'nın kartının bəcərisinin deməli rulet olmağıdır. Rulet olmasaydı daha gözəl olardı. Ruletdən əlavə də burada bəcərisi 3'dür. Çalışın siz 4 oyuncular alın qarşı atak üçün. Mən indi oynada bilirəm deyə oynadıram. 118 genə deməli bu bizim təkə-təkdə oynadığımız komandadır. Mərkəzdən məsəl üçün Vieira ilə mən Tureni oynadıram. Mauricionu da oynadıram. Mateus da qəşəyindir. Sadəcə o kartlar